Bismillahirrahmanirrahim. Fitrə zəkatı vacibdirmi? Görəsən, mübarək Qur'an-ı Kərimdə adı keçən zəkat kimi fitrə zəkatı da vacibdirmi? Bu mövzuya Allahın izni ilə aydınlıq gətirməyə çalışarıq. Bir nəfər Həzrəti Əli əleyhissalamdan sual etdi. Ya əmirəl-müminin, fitrə zəkatı da Qur'anda adı keçən zəkat kimi vacibdirmi? Deyə soruşdum. İmam cavabında buyurdu. Fitrə zəkatı da Allah Taala'nın namaz qılın, zəkat verin ayəsində buyurduğu zəkatdandır və vacibdir. Bəs görəsən, fitrə zəkatı kimlərə vacibdir? Bu mövzuya bir aydınlıq gətirməyə çalışaq. Ramazan bayramı axşamı, günəş vaxtığı vaxt, həddi buluğa çatmış, aqil, imkanlı və bihuş olmayan hər bir azad şəxs özü və dolanışığı öhdəsində olanların hər biri üçün fitrə zəkatı verməlidir. Deməli, maddi imkanı aşağı olan fəqir şəxsə fitrə zəkatı çıxarmaq vacib deyildir. Zəkatla bağlı hökmlərdə qeyd edilmişdir ki, fəqir o şəxsə deyilir ki, özünün və ailəsinin bir illik xərclərinə sahibi olmayan şəxsə fəqir deyilir.